Kocacılar və TypeScript sevənlər, salamlar, necəsiniz? Bugün danışacağım mövzu əslində müasir JavaScript dilində, bugünkü müasir JavaScript dilində mövcuddur. Operator olaraq mövcuddur, istifadə olunmaqdadır. ECMAS 2020-dən bizə gələn bir imkandır. 2020-ci ildən artıq bu tətbiq olunmaqdadır, amma TypeScript dünyasında biz onsuz heç yazmarıq əslində. Daha ciddi qoruyuruq. Null, undefined mənə gələcək amilləri. Çünki nizam-intizama ehtiyacım var. Söhbət gedir knowledge coalescing. İkili sual işarəsi. Gəlin bir faktı vurğulayım və artıq inşallah başlayaq. Məsələ ondakı fərq eləmir. Hansı proqramlaşdırma dilində yazırsınız, istər PHP olsun, istər JavaScript, istər TypeScript və digərlər. Əgər sizə boşluq gəlirsə, adı nə olur olsun, tip olaraq sizin proqramlaşdırma dilinizdə bu o deməkdir ki, bu kontrol altında olmalıdır. Yəni bu boşluq gəldisə, bu heç nə gəldisə, demək ki, bunu nəyinsə əvəz etmək lazımdır. Knowledge coalescing ona görə var operator olaraq. Hətta Azərbaycanca deyərdim ki, knowledge coalescing tərcümədə mən deyərdim onu null əvəz edicisi. Bunu nəyinsə əvəz etmək lazımdır. Yaxşı, boşluq gəldi də mən onu heç göstərmək istəməyəcəm, amma əvəzində nəsə əvəzləyəcəm. Məsələ ondadır və belə bir operatoru biz bütün dillərdə istifadə edirik. TypeScript-də isə bu daha ciddi formada yazılır. Belədir ki, yaxın durun. Knowledge coalescing in TypeScript. Getdik. Mən artıq redaktordayım və gəlin başlayaq, istəyirəm göstərim ki, knowledge coalescing nə üçündür və bundan sonra ciddi olaraq elə ona doğru da gedəcək. Amma ən bəsitindən başlayaq. Üstəlik də ki, JavaScript-də daha çox etdiyimizi göstərim. Sonra TypeScript-də daha düzgünlüyü göstərmiş olacağım. Amma əslində dediyim kimi müasir JavaScript-də artıq knowledge coalescing var və orada da əslində məntiq budur. Getdik. Məsələn deyim ki, let count özdəki vurğulayım ki, məsələn number ola bilər və ya artıq bu mövzuların hamısı biz bilirik və ya null ola bilsin, olar. Amma hətta indidən ona bir dəyər null verim, düzdürmü? Yəni ya nulldır ya numberdir, amma artıq dəyər olaraq null verdim. Nə etmək istəyirəm? Bu ana qədər JavaScript-i gözəl bilənlər əslində bilir ki, hətta gəlin console logda verim. Deyim ki, nəyi görmək istəyirəm? Mənə zəhmət olmasa count verərsən. True, false bir dünyası var. Paralel olaraq belə bir şeylər edə bilirik. Yəni, hər şey yaxşıdırsa count'un dəyərini verərsən. Məsələn, 15 yazsam, 20 yazsam onu mənə ver. Amma məsələ ondadır ki, bax, belə qısa yazımız var ki, bu double pipe operatoru. Yəni, ola bilsin ki, count məndə heç də yaxşı bir şey olmadı. False ailəsindən oldum. Mənfi ailəsindən oldu. Onda oraya gəlin yazaq ki, no data. Belə bir şey vermək istəyirəm. Bir anlıq bunu anlatmaq istəyirəm sizə. Yəni, çox zaman belə yazırıq. Ya count dəyəri varsa, ya da no data. Amma bir məqam var. Gəlin birinci hətta icra eləyək. Görək ki, bu nədir belə. Və hətta yadınızdadırsa biz birbaşa həm compile, həm də dəyəri görə bilirik. Compile elədik və index.js-i icra elədik. Node-da görür ki, no data gəldi. Hər şey gözəl. Bu belə də işləməlidir. JavaScript-də biz bundan məmnunuq. Dediyim kimi, ECMAS 2020 gəlməyənə qədər biz elə belə də yazırdıq. Knowledge coalescing yox idi. Ya başqa yoxlamaları var idi, ya da belə yazırdı. Çox zaman da belə yazırdı. Amma indi var. Bəlkə də bu count əslində sıfırla başlaya bilər. Sıfırla başlaya bilər. Məsələ nədir? Mənfi anlam JavaScript-də nədir? Məsələn, false, düzümü? Sonra boş string, indi hamısını yadına salmağa cəhd edəcəm. Null, undefined və sıfır məsələn. Biz bilirik ki, boş array JavaScript dilində false element deyil. Yəni o boş bir array göndərsən, o əksinə onu müsbət sayar. Və düşünürəm ki, bir çoxsunu yazdım artıq. Amma məsələ nədir? Mən indi bu saat
mənim countumda doğrudan da ki sayğacı sıfırdan başlamaq istəyirəm. Düzdürmü? Sayğacda sıfırdan başlayacağım. 0, 1, 2, 3. Belə bir halda çox maraqlı bir proses var. Fikir verin ki, sıfır da əslində mənfi ailələrdən biridir. Mənə verməyəcək sıfır. Count da o mənim üçün dəyərdir, ondan başlayıram. O mənim üçün çox mənalı bir dəyərdir. Və icra eləsəm no data gəlir. Hə, qoşa xətt olan belə bir imkan. Biz JavaScript-də bunu çox yazmışıq, tanıyırıq, bilirik. Burada keçmədi. Burada keçmədi. Sıfırla başlayacağım halda bu bir mənadır da, sıfırdan başlayacağım. Burada keçmədi. Və bu kimi çox şeylər var. Məsələn, deyə bilərəm ki, bəlkə də hansısa bir oyun yazıram və surət barədə informasiya verirəm. Bəlkə də ötürülmədi, bəlkə də sıfırdan başlayır. Bu halda belə, düzdürmü? Bu halda belə, surət sıfır olsa belə sıfırdan başlayıram, no data verir. Belə bir məqamda biz keçirik knowledge coalescing. Yəni ancaq null və undefined gəlsə, amma sıfır mənə real mənə lazım olan dəyərdir. Və bu zaman mən anlayıram ki, hə, bir dəqiqə. Onu da hətta yenə də deyirəm, burada bir çox elementləri yoxlaya bilərəm. Bəlkə də false mənə hardasa çox lazımı bir dəyərdir. Amma ikili pipe element düz xətləri mənə tam başqa bir anlam verir. JavaScript-də bilirik, eləyirik, amma bu o deyil. Əvəzinə coalescing element versəm knowledge və indi surət sıfırdır. Ki sıfırdan başlayır, mənə kodlanmayıb. Run eləsəm, voilà. Daha no data gəlmir. Bizim üçün bu o qədər vacibdir, o qədər vacibdir. Və gəlin fikir verin ki, mən burada null vermək istəyirəm. Hə, o zaman run eləsəm no data gəlir. Amma sıfır olsa, sıfır olsa yox. Hətta gəlin mən burada hətta bir dəyər verim. 45, sürəti 45-dən. Düzdürmü? Sıfırladım da, amma indi sürət 45-dir məsələn. Mən görürüm ki, əla, gözəl də işləyir. Yəni, hansı bir sürət yazıramsa problem deyil. Onsuz da çıxacaqdı. Hətta yəqin ki, mənim qoşa xəttimdə də çıxardı. Gəlin bir run eləyim və bir daha yada salaq JavaScript-i. Bəli, amma bəhsdir ki, surət ensin sıfıra və gedim o sürəti göstərməyə cəhd dedim ki, sıfırdır, gəlməyəcək. Baxın, knowledge coalescing mənim üçün boşluğu əvəz edən bir operatoru artıq bilməliyəm. Harda və nə səbəblə yazacağam. Burada sıfır mənim üçün bir dəyərdir. Bəlkə də burada false mənim üçün bir dəyərdir. Start bir başlanğıcdır. O false deyil. O həqiqətən də mənə dəyərli bir dəyərdir. O zaman yalnız və yalnız mən qoşa sual işarəsindən knowledge coalescing olan operatordan yararlanacağam. Mən o zaman bunu istifadə edəcəm. Haça mənə null və ya undefined gəlir. Vəssalam. Qalanları mənə lazım olanlardır, amma null gözləmirəm. Bu zaman görürəm ki, hər şey gözəl. Deyirəm, 100 eşitməkdənsə bir dəfə onu yazıb görmək daha yaxşıdır və gələn real bir xırda kodda, amma real mənə gələ biləcək razı qalmadığım null və yaxud da ki undefined, çünki bu ikisi knowledge coalescing-də elə mənə lazım olacaq, çünki mən istəmirəm nə undefined, nə də null qarşıma çıxsın, onu nəyinsə əvəz etmək istəyəcəm, amma buna şərait qurum, praktiki olaraq real. Gəlin deyək ki, bir type alias yaradım, hamımız bunu yazırıq əslində, config və indidən bildim ki, bu type-da ola bilsin mütləqdir, ola bilsin mütləq deyil, bir neçə propertylər iştirak edəcəkdir. Hamısını sadalayacaq bir şey deyil, mən bir layihə yazmıram. Amma deyək ki, dizayn olaraq ağ və ya qara mövzuları ola bilsin olsun. İnsan özü seçəcək dizaynında gözünə necə rahatdırsa. Gəlin onu da deyim. Deyim ki, theme və string olacaqdır. Amma məsələ ondadır ki, hətta mən bilmirəm, bəlkə də bu config ötürülərkən ola bilsin heç bu sözü gedən deməli property heç ora ötürülməsin. O zaman gəlin mən çox doldurmayacağam bunu. Const gəlin elə config deyim bir öz dəyişənimə. Özə vurğulayım ki, aydın məsələdir ki, elə config
type olacaqdır və heç nə ona ötürməyin. Bu çox maraqlı bir şeydir. Və əslində coalescing eləmənə bunun üçün lazımdır. Coalescing etməsəm hər şey fərqli olacaqdır. Gəlin göstərim söhbət nədən gedir. Məsələn, bu layihədə vurğulanmadı ki, yaxşı dizayn olaraq mövzu qara olsun, qara tonlar olsun, yoxsa açıq bir dizayn olsun. Vurğulanmadı. Hətta konsol logda gedib deyərəm ki, gəl belə eləyək. Config, düzdürmü? .theme. Belə bir şey yazmaq istəyirəm. Fikir verin ki, hələ heç nə yazmıram. Bunun birinci nəticəsinə baxmaq istəyirəm. Amma mən ötürməmişəm və burada sual işarəsi, mən artıq bilirəm də optional nə deməkdir. Burada sual işarəsi mənə hər şey deyir. Amma gəlin baxaq. Mən istəyirəm icra edeyim və anlayım ki, ya undefined gəlir, ya da null gəlir. Məhz coalescing mənə onun üçün də lazımdır. Null əvəz edəcək, undefined ilə null bir ailə kimi tutaq. Null əvəz edəcək bir şərait lazımdır. Məsələn, onda mənim layihəm çökər, hansı dizaynda olmalıdır bilməyəcəm. Amma gəlin belə eləyək. Əgər mənə undefined və ya null gələcəksə, mən if heç nə yazmıram. Bərabərdirmi null, bərabərdirmi undefined, elə şey yazmıram. Heç indi bu saat yazıb heç ona vaxt itirmək istəmirəm. Sadəcə gəlib deyərəm ki, nullish operator atıram bura birbaşa və gedib deyirəm ki, məsələn, dark ötürülməsə telefonda və ya başqa bir deməli cihazda vurğulanmasa hansı mövzuda olsun dizayn, o da dark olsun by default və fikir verin ki, run eləsəm, eyvallah, ötürməmişdim. Amma ötürə də bilərəm. Belədir ki, gedib deyərəm ki, theme və gəlin burada deyim ki, light. Niyə də yox? Və bu zaman mən run etsəm, light da görəcəm. Allah, möhtəşəm. Bu belə də yazılır. Bizlər belə də buna müraciət edirik və ciddi olaraq bunu da yaşadırıq. Hər şeydə kontrol altında olmalıdır. Ələxsiz sözü gedən TypeScript-də və fikir verin, nə qədər mövzuları bilib optional nədir 100% bilmək lazımdır və optional chaining nədir onu da bilmək lazımdır. Və burada təşkil etdim. Özə fikir verin. Mən burada logical or yazmadım. Yəni belə bir şey, üzr istəyirəm, belə bir şey yazmadım. Həqiqətən yazmadım. Və bu nədir, nə deyil, işləyərmi, işləməzmi? Mən fikir verin ki, hətta gəlin buranı bir anlıq yığışdırım. Yəni logical or qalsın burada, yığışdırım sadəcə. Yəni bugünə qədər gördüyünüz kimi əsasən qoşa xətti belə saxlasaydım bəhs edirdi. Çünki gəlirdi yenə də false bir statement və sonra da belə bir şey olurdu. Gəlin bir anlıq düşünək. O nədirsə, daha dəyişmirəm adını sim olaraq, deyirəm stringdir və yaxud da ki, fikir verin, hər şey ola bilər. Və yaxud da ki, number. Məsələn, belə bir şey. Və bu zaman mən yenə də theme deyəcəm ki, 0 yadınızdadsa belə bir şey var idi və onu burada yaşatmaq istəyirəm. Niyə də yox? Və dark gəlir. Yəni nə yazmışamsa o. Yəni logical or deyirik ya da sadəcə double pipe yazmışam buraya, yəni qoşa xətt mənə kömək eləmədi. Amma unutmuram ki 0 bəlkə də burada böyük bir iş görəcəkdir. İndi adı mövzu olsa da run edirəm, eyvallah. Ona görə də çox zaman siz artıq yeni bir kod olaraq, yeni bir görüntü olaraq, yeni bir operator olaraq həmişə ikili sual görəcəksiniz və bu nullish coalescing'dir. Gəlin başqa bir praktikada yenə də hər şey görək və bilək ki, nə yaxşı bugünə kimi TypeScript-də yazdığım, bildiyim hər dəfəsində qarşıma çıxır və öyrənmişəm nə xoş. Məsələn, ondadır ki, biz layihələrimizdə hətta slugify eləyirik, normalizer eləyirik, bir çox şeylər eləyirik əslində. Mənə düşən slug və yaxud mənə düşən title-la hər bir iş görə bilirəm. Özdə ola bilsin ki, mən bir başlıq gözləyirəm, amma nə ötürüldü? Nə də ki mövcud oldu. Yəni null da gələ bilər, undefined da gələ bilər, amma normalda mən onu string kimi gözləyirəm. Gəlin həmin şeyin bir type-ını da yazaq. Alias olaraq deyək ki, type nə yazaq ilahi? Title
type. Belə deyim, məncə mənə bəsdir. Deməli, sərləfə necə olur? Ya string formasında olur, amma ola bilsin o mənə heç ötürülmədi, nəsə boş gəldi, amma ola bilsin də ki, optional idi, o mənə undefined olaraq gəldi və bunların hamısını mən düşünürəm ki, type olaraq nəzərə alım. Və deyim ki, bir funksiya yaratdım, deyim ki, sərləfəni normallaşdıran gəlin deyək ki, normalizer belə bir şey deyim və hətta o heç nə qaytarmasın. İçində console log olsun, mənə o bəsdir. Yəni qaytaracağı bir şey yoxdur deyə void deyəcəm. Amma gözləntim nədir? Mənə bir başlıq gəlsin və mən onu normallaşdırım da. Yəni null'dırsa, aydın məsələdir ki, başlığı null kimi verəsi deyiləm. Undefined gəlsə, undefined kimi verəsi deyiləm. Bunu nətərsə normallaşdırmaq lazımdır. Hər şey öz yerində olmalıdır. Və ona görə də gəlin deyək ki, gözlədiyim title adında bir parametr olsun və aydın məsələdir ki, title type deyə vurğulayıram. Sonra nə edirəm? Console log yazacağım, onsuz da return eləməm. Normalda return yazıram. Mövzum o deyil indi bu saat. Biz JavaScript-də necə yazılır funksiya biz artıq bilirik. Sadəcə console logda deyim ki, ya title mənə göstərərsən. Yox, işi şayət bu ya null'dırsa, ya deyək ki, undefineddirsə ki, bunlar hər istənilən halda bu ikisindən biri bu və ya digər səbəbdən ola bilər. Okey. Onu da gəlin burada deyim ki, bir anlıq sizin üçün deyim ki, default title. Belə bir şey yazım. Qeyri-adi bir şey yazmıram. Amma indi isə istifadə etməyin vaxtıdır. Və deyim ki, çağırıram funksiyamı normalizer. Deyirəm ki, kodi.as. Əla. Gedərəm elə bundan bir dənə də yaradıram. Amma bu səfərində hansısa bir səbəbdən null gəldi. Özüm yazacağım əlimdən, amma belə ki, onun şəraitini qura bilərdim ki, null gəlsin və undefined edim məncə. Bu da çox maraqlı olar. Olsun, bəli, niyə də yox. Mən düşünürəm ki, əslində belə bir şey bizə lazımdır. Gəlin undefined edim. Fikirləşəm özümdə bəlkə undefined başqa cür verim, amma yox, elə əlinə yazaq bəsdir. Getdik. Məsələ nədir? Üçünü də yazıram. Funksiyamı yəqin ki, düz yazmışam. TypeScript dünyasında hər şey nəzərə almışam. Alias vermişəm, eyni zamanda düzgün hər şey izahını vermişəm və funksiyanı çağırıram, özdə heç nə qaytarmır və getdik. Run edim, error varsa düzəldəcəm, voilà. Deməli, möhtəşəm bir şey oldu, kod yaz birinci gəldi, əla, amma birdən title null kimi gəldi. Nə olur? Default title. Ola bilsə undefined gəldi, default title. Fərqi yoxdur, siz burada untitled, əslində daha çox biz untitled yazırıq. Untitled. Yəni hələ başlıq verilməyib məsələn. Nə gözəl, nə gözəl. Belədir ki, mən artıq gördüm ki, anlayıram. Birincisində var idi sərləfə, amma qalan ikisində və fərqli data tipləri vurğulanmaqla başlıq verilməyib. Və ona görə də untitled deyirik buna və gözəl də məhsul alırıq. Biz TypeScript-də çox şeylər yazacaq. Gələcəyinə xırda-xırda layihələr yazmaqla deyəcək ki, ayda nə yaxşı bu ana qədər optional, chaining, type, alias, funksiyalar və s. və axır. Nə yaxşı bundan hamısı bilmişik. Çünki sözü gedən knowledge coalescing operator olaraq sizin həmişə kodunuzda iştirak edəcək. Çünki bilmirsiniz ki, sizə title doğrudan da gələcək ya yox. Gəlməsə ya bu null'dır, ya da undefined. Müqayisə üçün həm logical or, yəni ikili xətt, eyni zamanda knowledge coalescing qoşa sual işarəsinin yaşam tərzini gəlin burada bir dənə test edin bir daha sizin üçün. Məsələn deyək ki, const data, düzdürmü? Özlə bir anlıq ona eyni deyim, heç nə olmaz. Belə bir şey versəm daha maraqlı olar əslində və gəlin deyim ki, null. Belə bir şey deyim də və gedim bir dənə də info adında özüm üçün bir dəyişən yaradım və burada da deyim undefined. Tamam. Və console log 2 ədəd olacaqdır məndə. Gəlin burada deyim ki, hətta belə bir şey yazım. Stringdə
deməli coalescing operatoru olsun null-ish və eyni zamanda burada da mən qoşa xətti göstərim. Yəni logical or. Biz bunların hamısı JavaScript-də necə olduğunu bilirik. Amma burada artıq mən bilə-bilə bir neçə şeylər yoxlamaq istəyəcəm. Özü gəlin hətta ikisində də null verim. Üzr istəyirəm, niyə dəyişdim? Mən sonra bunların hamısını edəcəm. Və getdik. Burada deyirəm ki, deməli data və yaxud da ki data. Burada da vurğulayım ki info və yaxud da ki info. Belə bir şey yazım əslində. Çox maraqlı bir nəticə əldə etmək istəyirəm müqayisələrlə. Və icra etməyə çalışım. Deməli, indi hal-hazırda gəlin hətta belə bir şey göstərim ki bilək ki söhbət nədə gəlir. Deməli, null gəldi. Coalescing neyniyir? Logic or neyniyir? Null coalescing. Və bir daha çalışım run eləyim. Okay. Data sözü gəldi. Düzdürmü? Info sözü gəldi. Gəlin ikisinə 0 qoyum. Düzdürmü? Yadımdadır belə bir şey. Run edim. Null işdə artıq dəyər olaraq 0, amma logical orada info. Tamam. Yəni sağdakini götürdü. Eyni zamanda mən burada undefined verim və burada da undefined verim ki, əslində bunlar da false ailəsidir. Run edirəm, yəni görürəm ki data info, yəni burada nə yazsam onlardır. Əla. Amma bir dəqiqə, bəlkə ikisinə false yazım görək, burada nə verər? Null-ish false-a baxıb orada o iki sualdan sonrakini verərmi, yoxsa false-u verərmi? Bəs or operatorum mənim soldakini verərmi, sağdakini verərmi? Çox maraqlıdır və getdik. Sən demə, null işdə false dəyərdir və onu göstərməyə dəyər. Amma orada isə yox, bu false ailəsidir, nəsə mənfi bir ailədəndir və ona görə belə də göstərir. Bir fikir verin ki, bunların hamısı özüm bilə-bilə sizə yazıram. Çünki bundan artıq bir kodlar yazmaq o qədər də marağında deyiləm, amma son olaraq bütün testi göstərmək istəyirəm sizə ki, JavaScript-də nələr var. Bu arada nəyi yazmadım? None yazmadım əslində. O da mənim üçün not a number və gəlin burada da none deyim. Görək bu iki halda nə verəcəkdir və görəm ki, bəli, məhz non-coalescing-də qalır, amma sözü gedən logical or statement-də bu hər şey dəyişir. Demək, sol tərəfi götürmür, çünki deyir ki, none da o qədər müsbət bir şey deyil, nəticə gəlmədi, işləmədi, hesablayanmadı. None gəlir o zaman bizə və yenə də işləmədi. Çox maraqlı bir məqamlardır əslində. Və gəlin true atım. Bunların hamısını yoxlayım. Sizin üçün bunları mən ona görə yoxlayıram ki, bir də bu mövzuya aydın məsələdir ki, qayıtmayacağam. Və run edim. Bir fikir verin ki, ikisi də true qaytardı. İkisi də solda dayanan bax bu dəyərləri mənə qaytardı. Çünki coalescing üçün və eyni zamanda logical or üçün burada müsbət hal varsa soldakı göstərir özünü. Əla da gördüm nəticəni. Bu arada yadınızdadsa mən dedim ki boş array müsbət haldır. Bir çox dillərdə o mənfidir. Yəni nə olsun array var, amma boşdur da. Nəyi müsbətdir? Amma JavaScript dünyası üçün çox maraqlıdır ki, boş array bir dəyərdir. Bunun üzərinə if yazılmır. Yəni bunun mənfiliyindən çıxış edə bilmirsən, digər dillərdə çıxış edirsən də. Amma bu JavaScript-də, TypeScript-də edə bilmirsən. Tamam. Yəni belə deyək də, yəni JavaScript-də bu canında belə yer edilib canına. Amma gəlin bir şey də yoxlayım son olaraq. Düşünürəm ki, bütün yoxlamaları siz də edə bilərsiniz. Onun sözü yox. Boş stringdən söhbət gedir. Belə halda necə tanıyacaq? Boş stringi yəni göstərir mənə, bilir ki, bu dəyərdir, ondan işi yoxdur və beləliklə yadda saxlayıram ki, sən demə, sözü gedən, gəlin kommentin içində deyim, sözü gedən iki sual işarəsi, ikili sual işarəsi, yəni null olanları
əvəzlə prinsipi ilə olan bir operator knowledge coalescing kimlərlə işləyir? Yalnız və yalnız null və undefined və salam. Başqa digərlərinə toxunmur. Amma logical or necə işləyir və nələrə toxunur, nə qədər mənfi anlama özünü yönəldir, bunların hamısını göstərdim. Mənim bundan sonra praktik olaraq kod yazmaq bir niyyətim yoxdur, bunları get-gedə yazacaq. Amma knowledge coalescing nədir? Bilib hər yerdə yazmaq lazımdır. Tək sual işarəsi optionaldır. O başqa. Biz onu bayaq yazdıq. Hətta optionaldırsa, hardasa ondan istifadə edəcəm və nöqtələrlə işim varsa, onda sual nöqtə var, optional chaining deyirik, bu mövzunu danışmışıq. Sual işarəsi tək ikən başqa bir iş görür. Amma sual işarəsi qoşa olaraq, bu knowledge coalescing, yəni null olan dəyəri və yaxud da ki undefined olan dəyəri mənə gəlsə, nə ilə əvəz edim ki, kodun çökməsin. Üzdə belə xırda və xudmani görünən bu mövzu əslində proqramlaşdırma dünyasında bir çox dillərdə əsas bir faktordur. Bu coalescing istifadə edən hər kəs artıq bilir null-ı necə kontrol etmək lazımdır. Və ola bilməz ki, mənə dəyər mənim xəbərim olmadan elə boş ikən ötürülsün və ya göstərilsin. Belə şey olmur. Ya mən şərt yazacağam, onun qarşısını alacağam, ya da əgər bir sətirdə bunu daha rahat görmək istəyirəmsə, knowledge coalescing yazacağım. Bu həddən ziyadə maraqlı, rahat bir operatordur, yöntəmdir, fəndir ki, mən ona yönəlirəm. Mən çox gördüyünüz kimi şərt də yazmadım. Heç ona əl də atmadım. Gördüyünüz kimi bizlər qoşa sualı yazırıq. Bununla da işimiz bitir. Bundan sonra biz mütləq şəkildə harda ki ona ehtiyac var və hiss edirik ki, o bizə elə belə də gələcək, ola bilsin boş gəldi, çünki baxır elə hardan gəlir. O zaman knowledge coalescing istifadə edəcək və bundan sonra da maraqlı mövzular bizi gözləyir. Bu səbəblə nə edirik? Kodcast kanalına abunə oluruq. Mütləq şəkildə paylaşım və like. Mən bir çox praktiki kodları yazmıram. Hətta məndən soruşurlar, mən bütün praktiki kodları öz tələbələrimlə yaşayıram. Amma mövzu olaraq, nəzəri olaraq öyrənib gözəl bilmək istəyirlərsə, təmənnasız Kodcast kanalı bunun üçün mövcuddur. Yaxşı öyrənin, gözəl öyrənin ki, Azərbaycanda istənilən proqramçı bu savada yiyələnsin. Bizlər də sevinək. Sağ olun, sağ salamat.